Allah Teala Quran-ı Kerimdə Əl-Bəqərə surəsinin 185-ci ayəsində buyurur: Bismillahirrahmanirrahim. Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an. Ramazan ayı elə bir aydır ki, o ayda səmavi kitab olan Quran-ı Kerim nazil olmuş. Və bunu da qeyd edim ki, Ramazan ayı yeganə aydır ki, Quran-ı Kerimdə adı keçir. Buyurur, Ramazan ayı elə bir aydır ki, bu ayda Quran nazil olub. Hudən linnas, insanları hidayət etmək üçün və bəyyinatin minəl huda vəl furqan. Haqqı batildən ayırmaq üçün Allah Teala bu Qur'anı nazil etmiş. Fəmən şəhidə minkumu şəhrə fəlyəsum. Buyurur ki, ayı görənlər, mübarək Ramazan ayının gəlişi vaxtı ayı görənlər oruc olmalıdır, oruc tutmalıdırlar. وَمَنْ كَانَ مَرِيزًا اَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ اَيَّامٍ اُخَرٍ. Amma ayı görəndə kimlər ki səfərdədir, ya xəstədir, xəstəlik üzündən tuta bilməsələr, onlar tuta bilmədiyi günləri fəiddətun min əyyamin uxər, ilin başqa günlərində, mübarək Ramazan ayı bitəndən sonra Ramazan ayı niyyəti ilə həmin günləri neçə gün tutmayıb orucunu tutmalıdır.